İlkin House kanalının dəyərli izləyiciləri, bugün çox möhtəşəm bir təkliflə qarşınızdayım. Elə bir qiymətə, elə bir ev çıxartmışam ki, Mehdabad ərazisində axtarsaz da belə qiymətə, belə ev tapa bilmərsiniz, mümkün deyil. Qeyd edim ki, 4 sotun içindədir, 3 otaqdır, 80 kvadrat metr sahəsidir. Koridor hissəsi də istipolla təchiz edilibdir. Start qiymət 79.000 manat təşkil edir. Real müştərilərə də gəlib, yəni evə baxdıqdan sonra ev sahibi tərəfindən endirim ediləcək. Torpağı göstərim, əlavə deyim ki, bu gördüyünüz bu hissə satılıbdır. Torpaq 4 sot hardan gedir? Bu hasar ki var, bu gördüyünüz bu hissədən, bunun böyründən, bu tindən düz axıra qədər. Düz o hasara qədər, bir də bu arxa tərəfi. Arxa tərəfində göstərəcəyik. Ümumi 4 sotun içindədir. Bir də onu qeyd edim ki, istəsəz yəni əşyalı da ala bilərsiniz. Evin içərisində olan əşyalar 4 ayda alınıbdır. Əşyalı da yenə qiyməti fərqli olacaq, ev sahibi ilə danışmaq lazımdır. Amma belə əşyasız vəziyyətdə 79.000-dir. Start qiymətdir. Real alıcılara da gəlib torpağa baxdıqdan sonra torpaq sahibi tərəfindən, üzr istəyirəm, ev sahibi tərəfindən qiymətdə endirim ediləcək. Həyətyanı sahəsini göstərdik. Daha sonra isə evin içərisini çəkib təqdimatını edəcəyik. Həyəti genişdir. Əkin üçün də yeri var. Həyətinə də 2 maşın rahat şəkildə yerləşir. Bu ərazidə torpağın bir sotunun qiyməti 8-9 min manat təşkil edir. Murat Marketin yaxınlığındadır. Ən əsası isə 4 saylı orta məktəbə çox yaxın məsafədə yerləşir. Bizdən izləyicilər müraciət edən zaman məktəbə yaxın ev axtarırlar. Bu da çox ideal variantdır, çox gözəl variantdır. İndi isə evin içərisinə keçirik. Hal-hazırda evin dəhliz hissəsindəyik. Bu gördüyünüz hissə isti polla təchiz edilibdir. Bura yəni çox istidir, ot kimidir. Bura çamaşırxanadır. Eyni zamanda yəni kombi otağıdır. Yuxarısıdakı çornipoldur. Çornipol da görsəniz, çornipolun yəni vurulubdur. Bura isə sanuzeldir. Bir də onu qeyd edim ki, evi kim alsa, yəni bu aboylar yəni vurulacaqdır. Yəni heç bir problem yoxdur. Aboylar da vurulacaq. Sanuzel hissəsidir. Bir dənə dəhlizdə aboy yoxdur. O da yüngül xərc aparan işdir. Yəni elə çox yəni pul tələb eləmir. Sanuzeldə qəşəng şəbəkə formasında da yer alıb, sərgəlidir. Hal-hazırda evin qonaq otağındayıq. Geniş bir qonaq otağıdır. Ev tam təmirlidir. Dəhliz hissəsində yüngül aboy işi yəni qalır, aboy vurulmalıdır. 2 otaq və bir qonaq otağı, ümumi 3 otaqdan ibarətdir. Burada yataq otağımız yerləşir. Qiymət də çox ideal qiymətdir. Yerləşmə yeri də çox əladır. 4 nömrəli məktəbə yaxın məsafədə yerləşir. Həm asfalt küçədir, eyni zamanda da yerləşmə yeri də idealdır. Həm də hündür ərazidə yerləşir. Burada nəmişlikdən yəni söhbət gedə bilməz. Yəni çox həqiqətən əla variantdır. Bura mətbəxidir. Mətbəxi də genişdir. Mətbəx mebeli də yığılıbdır, sərgəlidir. Mətbəx mebelinə baxanda görsənir. Yəni çox gözəl, çox sərgəli yığılıb. Ev satılarkən mətbəx mebeli evin üzərində verilir. Digər mebellər isə stol, stul dəstidir, divandır, qonaq otağı dəsti, yataq otağı dəsti. Onlar isə istəyən olarsa təzə alınıb. Yəni 3-4 ayda alınıb. İstəyən olsa o qiymətdə yəni müəyyən qədər fərq eləyəcək. Nəzərə alınsa mebelləri də saxlamaq olar. Amma əşyasız qiyməti yəni 79.000-də endirim ediləcək. Bioda olan nömrələrlə əlaqə saxlaya bilərsiniz. İlkin House kanalda izlənməyənlər varsa səhifəyə takib atıb, səhifədə paylaşdığımız videolara, evlərə, mənzillərə baxa bilərlər. Sizlərə mən deyərdim ki, bu fürsəti dəyərləndirin. Bu ev qalmayacaq, tez satılacaq, çox gözəl variantdır. Diqqətiniz üçün də təşəkkür edirəm. Çox sağ olun.